Ay yetti artık. Depresyon nereye kadar? Saçlarımızı boyuyoruz. Color'un 743'ündən 2 dənə almışam. Çünkü saçlarım hem qalındı, hem uzun. Bir de Miss Magic'in 775. Qatacağım birbirine görək nə çıxır. Color'un 743'ünü burada yoxladım saçımın bu hissəsində. Bəyənmədim deyə. Getdim dedim, bundan da biraz qatsam yaxşı olar. İndi görək nə çıxacaq. Heç mən də bilmirəm ki, ortaya nə çıxacaq. Biraz bol qoyublar deyəsən. 1, 2, 3, 4, 5 əlcək. Yəqin ehtiyacımız olacaq. Əynimə rahat bir şeyler giyinib gəlirim. Desəz ki, saçını bugünə niyə qoymuşam? Özüm də bilmirəm. Uşaqlıq xəyalım o idi ki, saçlarım sarı olsun, sözün açığı. Amma bu sarını nəzərdə tutmamışdım. Platin sarısını nəzərdə tutmuşdum. Ah, gözüm yandı. Əslində bir dönəm oldu, hardasa bir ay qədər tam istədiyim rəngdə qaldı. Bu arada saçlarımı sarıya da özüm boyamışam. Amma sonrasında bir türlü tuttura bilmədim. Dip boyası elədim, çox sarı oldu. Ətəkləri başqa rəngdə oldu falan. Öz saçımın rəngi bilmirəm niyəsə tam olaraq yaraşmır. Mən neçə vaxtdır dip boyası eləyirəm deyə unutmuşam ki, ümumi saçı necə boyayırlar. Aman Allahım. Yapamayacağım. Girdik bu yola kızım, ha gayrət. Saç ustaları bu videonu görüb məni yad eləyəcək. Hocam depresyondayım, ne yapayım? Əslində deyiləm, artıq çıxmışam. Aylar əvvəl də bir depresyondan çıxma videosu çəkmişdim. Heç vaxt paylaşılmadı çünkü çıxmadım, bir də girdim. Ağır depresiyadan çıxmaq istəyirəm. Həyatımın ən ağır depresiyalarından birini yaşayıram. Həyatım əslində ümumilikdə qaydasında gedir. Çox da ağlanası bir vəziyyətdə deyiləm. Hər şey yaxşıdır. Yəni məndən pis olan vəziyyətdə insanlar var, amma hər kəsin problemi özünə ağırdır. Yəni özüm öz üstümdə işləyirəm. Yəni depresyondayam deyib sadəcə budur demirəm. Bir şeyləri dəyişdirməyə çalışıram öz aləmimdə. Hər yer kraska oldu, hər yer. Nəysə səhv eləyirəm, amma bilmirəm nəyi. Buraları silim, sonra getməyəcək. Mənim də gedəsi yerim var. Oo, içim şişdi, içim. Bir tərəfini bir şəkildə boyadım. İndi o bir tərəfi də mən boyamalıyam. Mənə bunu heç kəs deməmişdi.